Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Monqol ətinin qiyməti niyə ucuzdur? Day az bu məsələni araşdırıb. Monqol əti ətinin ucuzluğunun səbəbləri: çox böyük və nisbətən ucuz xammal, sürü sayı və otlaqlar. Monqolistan dünya miqyasında heyvandarlıq baxımından böyük sürülərə malikdir. Əhalinin əksər hissəsi heyvandarlıqla məşğuldur. Ölkənin 3 milyona yaxın əhalisi olsa da 30 milyondan çox qoyun var. Bu miqdar daxili tələbat üçün həddindən artıq çoxdur. Ona görə də bazarda qiymətlərin aşağı enməsinə münbit şərait yaranır. Habelə heyvanlar əsasən açıq otlaqlarda təbii otlarla qidalanır. Bu yem xərclərini azaldır. Monqolistanda heyvandarlıq çox vaxt ailə köçəri modelində aparılır. Böyük fermaların və orada işləyənlərin xərcləri azdır. Bu, istehsal xərclərini aşağı salır. Nəticədə ətin maya dəyəri aşağı olur və bazara da ucuz qiymətə çıxarılır. Emalın məhdudluğu və bahalı infrastrukturun olmaması. Bir çox emal və soyutma infrastrukturu zəifdir. Soyuq anbarlar, yüksək səviyyəli kəsim və paketləmə imkanları məhduddur. Bu, istehsalçıların dəyəri artıracaq, əlavə emal və marka yaratma imkanını məhdudlaşdırır. Nəticədə bazarda sadə, xam ət daha ucuz qalır.